Salam dəyərli YouTube kanalımızın izləyiciləri, növbət bir mənzildə hamınızı salamlayıram. Bugün Tbilisi prospekti Grand Həyat yaşayış binasında yeni tikili bir binada bir çox üstünlüklərlə seçilən bir yaşayış kompleksindəyik. Burada 106 kvadrat 3 otaq studiya şəklində düzəlmiş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim edirəm. Mənzilin təmirinə əlbəttə ki, söz ola bilməz. Müasir dövrə, zövqə uyğun şəkildə təmir olunub və təmirdən sonra yaşayış olmayıb və bir çox əşyalarla döşənmiş bir mənzildir. Mənzil 14-cü mərtəbədə yerləşir. Bina isə 27 mərtəbədən ibarətdir. Giriş qapısı burada yerləşməkdədir. Baxın, giriş qapıdan mənzilə daxil olduqda belə bir dəhliz, koridor hissə bizi qarşılayır. Sol hissədə açarlıq və güzgü hissə düzəlib. Baxın, döşəmə qranit mərmər və istifolla təchiz olunub. Sağ tərəfdə giriş möbili təchiz olunub tam boy axıra qədər. Dərinliyi 60 cm-dir təqribi olaraq. Bütün otaqların girişi dəhliz koridor hissədəndir. Burada mənzilin sanitar qovşağı, uşaq yataq otağı, əsas yataq otağı, mənzilin qonaq otağı və qarşısında studiya mətbəx şəklində ayırma rəflə mövcuddur və bütün otaqlardan eyvana çıxış hissə var ki, mənzilin qarşısı açıqdır, gün düşən şəhərə ideal mənzərəsi var, onu da sizlərə təqdim edəcəm. Qonaq otağını görürsünüz, kvadrat ölçülü bir qonaq otağıdır. Qonaq otağı xarici bütün otaqlarda əşya ilə döşənilib, yalnız qonaq otağı müştərinin alıcının zövqünə buraxılıb. Baxın, belə bir mətbəx hissə var. Tam hazır bir mətbəx hissədir və eyvana çıxış hissəsi mövcuddur. Lazım olan bütün mətbəx aksesuarlarla təmin olunub. Mənzildə ümumiyyətlə aksesuarlar tamam şəkildə düzəlib və otaqlarda kondisioner xətti çıxarılmış şəkildədir. Burada mənzilin əsas yataq otağı yerləşir. Baxın, divar işləmələri, güzgü işləmələr, çılçıraqlar, buralar, kondisioner xəttləri tam hazır şəkildə yerləşdirilib. Yataq otaqlarında gizli qardıroblar yığılıb, yataq dəsti yerləşdirilib, tam hazır vəziyyətə gətirilmiş bir mənzildir. Baxın, make-up masası yığılıb tam boy axıra qədər güzgü ilə. Divarda TV stend üçün işləmə membran materiallardan istifadə olunub. Elektrik açarları, ən bahalı açarlarla təchiz olunub. Burada mənzilimizin sanitar qovşağı, hamam tualet hissəsi yerləşir. Hamam tualet hissədə belə bir dolab hissədə var. Moydadir hissəsi, duşqabı, divar içi ekosistemi ilə yığılıb. Sanitar qovşağın çaşası da həmçinin divar içi ekosistemi ilə yığılıb. Döşəmədə qranit mərmər və istifolla təchiz olunub. Burada isə uşaq yataq otağıdır. Baxın, uşaq yataq otağı da bu şəkildədir. Uşaq yataq otağının içində lazım olan hər bir detal düşünülərək qurulub. Gizli qardırob hissə, ikili yataq və ortasında elektrik açarları və bura şəkli, həmçinin kondisioner xətti də oraya çıxarılıb. Burada iş masası, həm də TV stand, internet kabelləri ilə təchiz olunub və burada belə bir gözəl kitab rəfi, qardırob hissə düzəlib. İndi isə çıxaq eyvana, eyvandan şəhərin mənzərəsini sizlərə təqdim edəcəm. Mənzilimizin mənzərəsi bu şəkildədir. Şəhərə gözəl panoraması var. Grand Həyat yaşayış binasında bir çox üstünlükləri ilə seçilir. Geniş həyət, yeraltı avtoparking və bir çox ticarət və iaşə obyektlərinə zəngin olduğu bir binadır. Buradan göründüyü kimi McDonald's yerləşməkdədir binanın altında və Grand Həyatın əsas binası olan VIP B2 blokunda, yəni ikinci blokunda yerləşir. 27 mərtəbəli binanın 14-cü mərtəbəsindədir. 106 kvadrat, ümumi sahə qanuni 2 otaqdan 3 otağa studiya şəklində düzəlmə bir kupçalı, tam əşyalı, təmirdən sonra yaşayış olmayan bir mənzil idi. Qiymət 395 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim olunacaqdır. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.